Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 30 may 2026-cı il Bakı şəhəri Türkan kəndindəyik. Artsis firmasına məxsus Tibron F1 çeşidi əkilib bu sahədə. Əkin tarixi 2 mart 2026-cı il. Keçən çəkilişlərimizdə bu istixanadan çəkiliş etmişdik. Söz verdiyim kimi məhsul qızaranda da sizinlə bölüşəcəm. Budur, artıq salxımlar qızarmağa başlayıb. Nəzərinizə çatdırım ki, torpaq əkinidir və kənd parnikidir. Bir o qədər hündürlüyü olmayan baxın, parnikdir. Məhsulu göstərim sizə. Birinci salxım, ikinci salxım, üçüncü salxım, dördüncü salxım, beşinci salxım, altıncı salxım, yeddinci salxım. Belə. Məhsulun, çeşidin vəziyyəti bu. Yorumlarda Tibron haqqında fikirlərinizi qeyd edə bilərsiniz. Nəzərinizə çatdırım ki, Tibron məhsuldar bir çeşiddir və bu məhsuldarlığa görə qida tələb edən çeşiddir. Bu çeşidə qidanı normal şəkildə verdikdə bu cür gözəl nəticə əldə etmək olur. Bizi izləmədə qalın. Hər birinizə bol ruzi, bərəkət arzulayıram. Yaxşı qiymət olan bazar arzulayıram.